Hörmətli tamaşaçılar, hörmətli insanlar, bugünkü müsahibimiz Qərələyazı mahalı Keşkənd rayonunun Qaraqaya kənd sakini Məmmədov Kərəm Ələkbəroğludur. Deyirəm ki, nə vaxt anadan olmuşsunuz və harada? 1944-cü il aprel ayının 15-də Qaraqayada. Nə vaxta, hansı müddətə qədər, anadan olandan nə vaxta qədər orada yaşamışsınız? 88-ci ilə kimi, 1988-ci ilə kimi orada yaşamışıq. Və niyə çıxdınız öz yerinizə, yurdunuzu, niyə tərk elədiniz? Erməni qaldı da. Necə oldu? Yoxsa kim çıxardı orada? Necə qaldı, necə təsir elədilər sizə? Rayona zada gedə bilmirdik, şəhərə gedə bilmirdik. Elə bircə qalırdıq elə kətdə bəssalım. Və sizə təsir edirdilər ki, siz çıxasınız, gedəsiniz. Təsir edirdilər. Ondan sonra bunun qabağını kəsindən sonra cəmaat başladı 2 bil, 3 bil, 5 bil tərk eləməyə də öz doğma vətənini. Siz özünüz köçünüzü, beşinizi, əşyanızı çıxarda bildinizmi, yoxsa qaldı orada? Heyvanlarımızdan qaldı, xeyli, çox qaldı. Amma əşyamızı çıxartdıq da. Nəyi çıxarda bildinizsə onu götürdünüz də, elədimi? Yaxşı, Qaraqayadan çıxanda hara gəldiniz? Naxçıvana gəldik. Naxçıvandan da getdik da Əznəbirdə. İndiki Çalxanqalıya. Çalxanqalıya. Ora gəldiniz, orada yerləşdiniz. Və necə yerləşdiniz orada? Orada onlar da çıxırdı da, onlar da orada qala bilməzlər ki. Biz dolmuşduq içinə. Pulunuzla, öz pulunuzla Öz evlərinizi? pulumuzla orada ev aldıq. Fərqi ondadır ki, siz oradakı evlərinizi pulsuz, heç nəsiz, əşyanızı, hər şeyinizi qoydunuz. Qaldı. Gəldim burada özünüzə deməli pulla, öz pulunuzla Öz yenidən ev pulumuzla aldınız. aldım. 9.000 verdim mən. 9.000 verdiniz, ev aldınız. Bəs gələndə hansı yolla gəldiniz? Hansı yolla çıxdınız orada? Qarmıdaşın yolu ilə çıxdıq. Kötanlı yolundan? Kötanlı yolu ilə. O vaxt ki, Əzbəyovdan keçib Naxçıvana gəldiniz. Qasımov əlidir, baxımda da Qasımov. Arvadı afəyətidir. Onlar köşkülər getdilər sağlara, Şəkiyə. Biz qaldıq da. Amma yadınızdadır ki, biraz əvvəl də o kənddən insanların bir neçəsi köçmüşdülər. 68-ci ildə, o illərdə də var. Qalmışlar da, məsələn, dədəmin dədəsini qalmışdılar, getmişdi. Bir də qayıdıb gəlmişdi. Ondan sonra dədəmi qaldılar, dədəm də getdi. Ondan sonra bir də qayıtdı, gəldi ora. İndi də bizi qaldılar da. Deməli, sizin ailə, bir ailəni götürsək, 3 dəfə deportasiyaya məruz qalır. 3 dəfə. Baban deportasiya olunub, yenidən qayıdıb. Dədəm də. Atan deportasiya olunub yenidən və siz özünüz deportasiya olunub, sonuncu deportasiya. Çox gözəl insanları var idi. Çox. Bəs oralarda o yer, yurd adları, nə bilim, o dağlar, obalar, bunlar haqqında yadında nə qalır? Cacuqlu var idi, ora biçilirdi. Dal biçənək var idi, ora biçilirdi. Ondan çıxdın getdi zada. Zilan yurduna, Murtuza yurduna. Murtuza yurdu zadda da, heyvandarlığa da. Ora oba gedirdi. Qarasu yurduna, Ağ yurduna, Ağ yarğana. Ağ yarğana, onlara zad gedirdi. Savxozun fermaları. Savxozun fermaları gedirdi. Savxoz çox saxlayırdı. O zadda da bizi qavanda mən onda dispetçer edim. Rəhmətli Kamil vardı, Gülüdüzü, tanıyırsan. Şoför Kamil. Şoför çağırdı. Onu çağırdım ki, cəmaatı yığ, belə get, şoförləri yığ gəldi. Bircə oydu ki, bizə baskı eləyəndə bölaq maşınları üşkəndi. Arvad uşağı oradan çıxarsdı. O da getdi, şoförləri hamısını yığdı, gəldi, zapravk şirkədə yığdı, gəldi. Maşınlar qatov oldu da, zapravk elədik. Kənddə məktəb var idi da, elədirmi?
4-cü sinifə, 5-ci sinifə kimi var idi. İbtidai məktəb 4-cü sinifə qədər. Biz onu qutarandan sonra Gülüt üzrə gedirdilər. Sonra da 2 ildə qovuşular. Ondan sonra da gedirdilər, Qavşıqda oxuyurdular. 10 illik Qavşıqda qutarırdılar. Vətən həsrəti qəlbinizdə daim yaşayır da, yəqin ki. Tamız var, demək. Buradakini tanıyıram, çıxıram ora, gəlirəm əvə. Amma orada Və bizim gözəl orada adət-ənənələrimiz vardı, bayramlar vardı filan. Hansı bayramlar, hansı günlər, cəmaət necə keçirdirdi? Bu haqda nə deyə bilərsən? Martın 22-sində hamı bayram keçirdirdi. Yığılırdı cəmaət. Novruz bayramı. Novruz bayramı. Yığılırdı cəmaət, kişilər. O evə gedirdilər, bu yanki evə gedirdilər, o bir evə gedirdilər, o bir evə. Bir qapıları gəzirdilər. Bütün qapıları hamıya bir gedirdilər. Gəzirdilər. Sonra orada o Novruz bayramında hansı oyunlar var idi? İnsanların bir yerə yetişmə. Nə oynayırdılar? Nə oyunlar var idi orada? Yadınızdadır mı? Yadındadır İbrahim əmgilin o damının üstündə məsələn yumurta döyüşürdülər, yumurta elədirdilər, aşıq oynayırdılar. Sonra dürə düymə deyirdik də. Qayışa girmə. Qayışa girmə. Bu oyunlar var idi. Oynamışsınız da yəqin siz də. Hə, oynamışam. Maraqlıydı da. Çox maraqlıydı. Çox maraqlıydı. İnşallah biz qayıdacağıq ora, inşallah. Allah sizə ömür versin. İndi hələ yaşınız da hələ çox deyil. İnşallah yaxın zamanlarda biz ora mütləq qayıdacağıq. Orada biz yəni o oyunlarımızı mütləq oynayacağıq. Biz özümüz oynaya bilməsək də gələn nəsillərə onlara öyrədəcəyik. İndi nəvan oturub bizlə, maşallah, gözəl görsək oğlandır. Heç buna o yerlər haqqında bir danışırsanmı, ona bir söhbət edirsanmı? Çünki siz danışmasanız, o da bilməsə necə olacaq? O da bilməsə dərələyəz nədir? Gərək heç olmasa doğulduğu atasının, babasının yerini, yurdunu gərək öyrənsin, bilsin. Yaxşı, o Qaraqayada olanda falan, o yerləri fəsb eləyən, bəlkə bir şeir mi yadında qalır, oraları bir əhatə eyləsin. Belə bir şeylər varmı? Siz saz çalmışsınız vaxtında, oxumusunuz, bilirəm o vaxt sizin gözəl səsiniz də var idi. Bəlkə indi səsiniz ola bilsin ki, yerində deyil, amma bir şeir bəlkə deyəsiniz. Yadınızda qalan bir şeir varmı? Deyim daha şeir. Gündüzlər günəşdən, gecələr aydan. Bu şən təbiətdən necə ayrılır? Baxdıqca həyatdan doymayır insan, lalalı düzlərdən necə ayrılır? Könül hamallar andan dağdan, yaşıl yamaçlardan, meyvəli bağdan. Yaxşıdır Şamama dərəsən dağdan, savalı güllərdən necə ayrılır? Şüqlər qızarardan söküləndə, güllü bağçalarda bülbül ötəndə. Haqqı dostundan, haqqı qohumla söhbət edəndə, o şirin dillərdən necə ayrılır? Amma ayrıldı. Amma ayrıldıq. Amma inşallah biz ora mütləq bir də qovuşacağıq. İnşallah bir də qovuşarıq. Bir başqa bir şeirim deyənə varsa onu da de. Deyim kəndimin mənzərəsini ömür sürmək üçün çox savası var. Hər addım başına xam söylən, insana vurub qoyan xoş havası var. Elə gəriyər dağların qarı, əllər köç eləyər dağlara sarı. Çadırlar bəzənər göycək dağlara, hər əlini örtüşün bir yaylası var. Həsoxyal deyilən bir uca dağdır, döşündə düzülü soyuq bulaqlar. Bir yerində məskən edir cavanlar, içində bulağa bir kağası var. Ondan şərq tərəfdə Cikco dağıdır. Həmişə ətrafı el yığmağıdır. Yayın ortasında, gözəl çağında insana vurub verəm, xoş havası var. O bir qüvvətdə yadından çıxdı. Yox, maşallah görürsən, indi bütün şeirlə, bütün o əraziləri, o dağları, Cütçü yaylası ümumiyyətlə mənim yadımdan, xəyalımdan çıxmışdı. Siz onu o şeirlə dilə gətirdiniz, bu adamsı gözəldir. Yadınızda qalıbsa bir yenə deyə bilərsiniz. Keçdi aylar, illər bir neçə gündən sonra bir də sağa gəldim yol Qaraqaya. Köynə sirdaşımsan bir gəl görüşə, qolumu boynuma sal Qaraqaya. Xana əvvəlki halın halayın, xəzələ dönürdü baharın yayın. Uçub dağılıqdı ömür salayın, dağılıb üstündən el Qaraqaya. Bu şeiri Paşayev İsa yazıb, elədir mi? Paşayev İsa yazıb. Onun yaman şeirləri var.
Allah rəhmət eləsin, dünyadan köçənlərin olsun. Oğlum Nizat'dadır da. Naxçıvandadır, bilirəm. Qaradar oldu. Biraz Ələkbər əmim yadımdadır, Allah rəhmət eləsin, çox yaxşı kişi idi. Biraz yoldaşlığımız da olub biraz, bir qısa müddət. Allah rəhmət eləsin. Danzik'te oldu da. Danzikdə yox, Qoytulun yuxarısında bir yer vardı, bir heyvan saxlayırdı, Mən də gəldim üstə, konkursa düşmüşdüm, qayıtmışdım. Bir az müddət vardı, orada biz heyvan, Hüseyin əmim, deməli Ələkbər əmim, bizim, siz də bir yerdə. Orada biraz heyvan saxladıq 1-2 ay. Yadınızdadır ki, bir gün axşam ermənilər, Qoytulun ermənilərinə təl gəldi, bütün obamızı dağıtdılar. Bütün o şeyi yandırdılar, bütün çadırımızı yandırdılar, bizi oradan çıxardılar. Yadınızdadır da yəqin ki. Yəni hər vasitə ilə bunlar bizə təsir edirlər ki, insanlar geçsinlər. Payız aparırdıq da ora o qoyunları. Qoytuldan yuxarı oyanılır. Daşın altında. Allah sizə ömür versin. Allah bizə xoş günlər qismət eləsin. İnşallah. İnşallah gedərim. Gün o gəlsin ki, biz o yerlərə gedə bilək. O bizim o buz kimi bulaqlardan su içək. O bizim o güllü, çiçəkli, o dərman bitkiləri ilə dolu olan o dağlarımızı, meşələrimizi, düzlərimizi gəzək, dolanaq. Öz dədə-babalarımızı yadımıza salaq. Axı onlarla orada bizim xatirələrimiz çoxdur. İnşallah biz bir yerdə gedəcəyik. İnşallah. Allah ömür versin sizə. İnşallah. Həmişə özünüzə yaxşı baxın, çalışın ki, yaxşı olun. Çünki bizim üstümüzdə bir missiya var. O missiyanı mütləq biz gərək yerinə yetirək. Biz öz gənclərimizlə, gələcək nəsillə bir yerdə biz gərək o torpaqlara qayıdaq, öz ata-baba yurdumuzu tikək, quraq, yaradaq, yenidən orada yaşayaq inşallah. İnşallah. Sağ olun, təşəkkür edirəm sizə. İnşallah.